19 Mart 2026-cı ildir və həftənin cümə axşam günü dəyərli izləyicilər, dünyanın ən xoşbəxt ölkələri açıqlandı. Azərbaycan hansı sıradadır? Təxmin edə bilərsinizmi? Mən xəbəri oxuyum, sizsə bu ana qədər kanalımıza abunə olmamısınızsa, sağdakı üstəgəl işarəsini vurmaqla abunə olun və dünyanın ən xoşbəxt ölkələrinin adları açıqlanıb. Telegraf xəbər verir ki, bu barədə BMT-nin sifarişi əsasında hazırlanmış dünyanın xoşbəxtlik hesabatı 2026-cı il adlı sənəddə bildirilib. Ardıcıl 9 ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilən Finlandiya ilə yanaşı ilk onluğa düşən ölkələri sadalayıram. İslandiya, Danimarka, Kosta Rika, İsveç, Norveç, Niderland, İsrail, Lüksemburg və İsveç. Bax, bunlar ən xoşbəxt ölkələrin ilk onluğuna daxildir. Biz hansı sıradayıq bilirsinizmi? 102-ci sıradayıq. Azərbaycan reytingdə 102-ci pillədədir. Qonşu ölkələrə gəlincə isə Rusiya 79-cu pillədədir. Yəni Rusiya bizdən daha xoşbəxtdir. Ermənistan 89-cu pillədədir. Yenə bizdən daha xoşbəxtdir. Gürcistan 91, Türkiyə 94, İran isə 97-ci pillədə qərarlaşıb. Hətta İran belə bizdən daha xoşbəxt ölkə sayılıb. Reytingin ən sonuncu ölkəsinin isə təxmin etməkdə çətinlik çəkməyəcəsi, çünki 147-ci pilləsində elə ötən il olduğu kimi bu ildə dünyanın ən bədbəxt ölkəsi sayılan Əfqanistan yer alıb. Dəyərli izləyicilər,